Əziz sürücülər, durmanın qadağan edildiyi ərazidə dayanmaq qadağan deyil. Buna görə kimsə sizə cərimə yaza bilməz. Bu nişanın təsir sayəsində sən sərnişinə mindirə bilərsən, sərnişinə düşürə bilərsən, yük yığıb boşalda bilərsən. Digər məqsədlər qadağandır. Yəni durmalar qadağandır. Sənin səhv etdiyin bu nişandır. Bax bu nişanda nə sərnişin mindirmək, nə sərnişin düşürtmək, nə yük yığmaq, nə yük boşaltmaq heç bir nəqliyyat vasitəsinə icazəli deyil. Olmaz. Nə avtobus, nə minik avtomobili, nə yük, heç əlillər belə bu nişanın təsir sayəsində dayana dura bilməz. Bəs avtomobilimizi harada dayandıraq, harada durduraq? Əgər dayanma durmanın qadağan edilmədiyi yer isə avtomobili yolun çiynində, yaxud səki varsa bu qaydada səkinin qırağında paralel vəziyyətdə bir zərgidə dayandırıb durdura bilərik. Buna görə bizə kimsə cərimə yaza bilməz. Əgər yerdə nişanlama xətti bütövdürsə, həmin üfüqi nişanlama xətti, o xəttlə aramızda 3 metrdən yaxın məsafə saxlamayaq. 3 və daha artıq məsafə olsun ki, arxadan gələn avtomobillər bizim yanımızdan keçib gedə bilsin. Məsələn, qara avtomobilə baxın, avtomobilin yanından rahat keçib gedə bilir. Amma da yolun solunda bu qaydada dayanmaq da olmaz, çünki bu əksdə dayanmış olur. Sağda olar. Parklanma yerinə daxil olmaq tələbi yoxdur. Əgər həmin ərazidə parklanma yeri varsa, oraya girib avtomobili daha uzun müddətli duracağa qoya bilərik. Amma yoxdursa, yaxud varsa, biz yolun qadağan olunmayan ərazisində də dayanıb dura bilərik. Sürücü həmin məqsədlər üçün ya parklanma yeri bu nişanla işarələnmiş, ya da dincəlmə yeri ilə işarələnmiş yerdə də avtomobili duracağa qoya bilər. Bəzən parklanma yerləri duracağa qoyulma üsulları ilə göstərilir. Məsələn, 761, 769-a qədər əlavə lövhəciklərdir, hansı ki, bu qaydada avtomobili saxlamalıyıq. Bu qaydada göstəriş yoxdursa, sürücü avtomobili səkiyə çıxarıb qoysa, 60 manat 2 bal cərimələnər. Amma bu nişanlar olsa, sürücü avtomobili səkiyə çıxara bilər. Bu formada. Əgər səkiyə təmas varsa, məsələn, əgər bu qaydada səkiyə təmas olsa belə, yadda saxlayın ki, kütləsindən asılı olmayaraq yük avtomobilləri və avtobusları səkidə saxlamağı qadağandır, olmaz. Səkidə saxlaya bilər minik avtomobilləri, motosikletlər, mopedlər, kiçik elektrik nəqliyyat vasitələri. Bunu belə yadda saxlayın. Və ikinci məsələ, durmaq qadağan edilən ərazidə dayanmaq olar. Yəni adam mindirib düşürə bilərsən, yük yığıb boşalda bilərsən. Bu manevrlər qadağan deyil. Digər məqsədlər olmaz. Məsələn, kimsə gözləmək, söhbət etmək, avtomobildə oturub yatmaq və s. Bunları qadağan edir. Amma sənin qarışdırdığın bu nişandır. Dayanmaq qadağan edilən yerdə heç bir şey olmaz. Heç əlillər belə burada dayana bilməz. Nə yük yığmaq, nə yük boşaltmaq, heç bir manevr, yəni heç bir hərəkətsiz vəziyyətə gəlmələr üçün məqsəd qadağandır. Bunlara icazə verilmir. Bəs bu qadağan olunan bu ərazilər, dayanmaq, durmaq haralara qədər qüvvədədir? Ya harda nişan əhəmiyyətini itirir? Əgər nişan qarşıda bir yol ayrıcı varsa, yol ayrıcına qədər qüvvədədir. Yəni nişan qoyulan yerdən qarşımıza çıxan ilk yol ayrıcına qədər dayanmaq və durmaq qadağandır. Hansı ki, həmin yol ayrıcının statusu olmalıdır. Məsələn, nişanlarla işarələnmiş olmalıdır, yaxud qarşısında bir müvafiq baş yolla ikinci dərəcəli yolun kəsişməsi olmalıdır ki, o nişanları əhəmiyyətdən salsın. Əgər yol ayrıcı yoxdursa, qarşıda yol ayrıcı yoxdursa, o halda yaşayış məntəqəsinin sonunda nişan əhəmiyyətini itirir. Yaşayış məntəqəsi də yoxdursa, yaxud yaşayış məntəqəsi daxilindədirsə, o halda nişan əlavə məlumat nişanları ilə tətbiq oluna bilər. Məsələn, 7-2-1 nişan ilə tətbiq oluna bilər bu vəziyyətdə. Yəni nişan qoyulan yerdən 100 metr qüvvədədir. Avtomatik olaraq 100 metr sonra nişan əhəmiyyətini itirir. Bəzən qüvvədə olma zonası nişanları ilə ola bilər. Məsələn, 7-2-4. Bu nişan deyir ki, nişan öncə də, sonra da qüvvədədir. Sürücü, dayanma, durma. Və biz nə vaxt gedib 7-2-3, yəni aşağı yönəlmiş oxu görsək, orada nişan əhəmiyyətini itirir. Bu da nişanın qüvvədə olma zonası nişanıdır, lövhəcikdir. Nişan bitdi demək. Nişanı keçən kimi artıq dayanmaq, durmaq, hər bir manevr olar. Sürücülər arasında ən çox çaşqınlıq yaradan ayın tək günləri, cüt günləri durmadır. Yadda saxlayın. Ayın kalendarlarını yadda saxlayırsınız. Əgər bu nişan tək yazılıbsa, deməli tək günlər durmaq qadağandır. Yəni baxın, 2-yə bölünməyən ədədlər tək gündür. Məsələn 1, 3, indi burada göstərəcəm. Baxın 1, 3, 5, 7, 29, 21 bu nişanlar tək günlərdir. Həmin günlərdə durmaq olmaz. Görsən ki, cütdür, bu cüt günlər. Yəni həftənin ayın cüt günləri durmaq qadağandır. Bu vəziyyətdə də isə məsələn 2, 4, 6, 8 bu günlərdə durmaq qadağandır. Digər məqsədlər üçün digər günlərdə durmaq olar. Məsələn bu zona, altında belə bir işarə görsəniz, bu 7-5-1. 6 bazar, yəni şənbə bazar bayram günləri durmaq qadağandır. Digər günlərdə isə olar. Məsələn iş günlərində olar. Problem yox.
şənbə, bazar və bayram günləri. Həmin günlər bu isə iş günlərin lövhəciyidir. Bu nişan isə 7-5-2 əlavə lövhəcikdir. Sırf iş günləri durmanı qadağan edir. 6-cı gün, bazar günü yaxud bayram günlərində durmaq icazəlidir, yəni olar. Bəzən belə bir nişanlı tətbiq oluna bilir. Günün müəyyən saatları, günün müəyyən həftənin müəyyən günlərində durmanı qadağan edə bilər. Bu nişan durmanın qadağan edildiyi yerdə əlilləri icazə vermək üçündür. Yəni 7-18 nişanıdır. Amma bu nişan bu lövhəcik olmadan belə birinci, ikinci dərəcəli əlillərin idarə etdiyi avtomobilləri, yəni sağlamlıq imkanlarının 61-100% itirmiş əlillərin idarə etdiyi. Yəni əlilliyi olan şəxs tanınma nişanı ilə işarələnmiş avtomobillərin durmasına icazə verir. Yəni altındakı lövhəcik olmasa belə durmanın qadağan edildiyi yerlər, ayın tək günləri, cüt günləri, həmçinin hərəkət qadağandır, qadağan nişanı da əlillərə şamil edilmir. Onlar burada dura bilər. Amma parklanma yerində xüsusi 7-17 lövhəciyi də tətbiq oluna bilər. Bu yerdə sırf əlillər üçün olan, yəni əlilli olan şəxs tanınma nişanı ilə işarələnmiş avtomobillərin parklanması üçün yerdir. Başqa sürücülər burada parklansa 60 manat cərimə oluna bilər. Diqqətiniz üçün təşəkkür edirəm. Sizin Azər Quliyev idi.